Abşeronda kişi keçmiş arvadını döyərək qulağının deşilməsinə səbəb olub. Məlumata görə hadisə keçmiş arvadın Abşeron rayonu ərazisində birgə yaşadıkları evdə qeydə alınıb. İttiham aktına görə 61 yaşlı Fuad İsayev arvadı ilə rəsmi olaraq ayrılsa da, məhkəmə qərarına əsasən eyni evdə yaşayıblar. Bir gün Fuad keçmiş arvadının falçıların əli ilə ona əməl etdirdiyini düşünərək qadınla mübahisə edib. Mübahisə zamanı o qadının başına, qulağına şillə və yumruqla ard-arda zərbələr vuraraq yerə yıxıb. Nəticədə qadının qulaq pərdəsi deşilib və bir sıra digər xəsarətlər alıb. Qadının şikayəti əsasında Fuad İsayev saxlanılıb və barəsində cinayət işi açılıb. Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, hadisədən sonra keçmiş arvadı ilə bir yerdə yaşamır və 2 övladı üçün aliment ödəyir. O həmçinin əməlindən peşman olduğunu bildirib və buna görə də barəsində ədalətli qərar verilməsini xahiş edib. Məhkəmənin qərarı ilə İsayev barəsində 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.